Hörmətli qəhrəman Qarabağ cəmaatı. Mən əvvəla qürur duyuram ki, Azərbaycanın bütün tarixinin həm dar, həm gen günündə milləti ilə bir yerdə olan Milli Məclisin üzvü Aqil Abbasla bir yerdəyəm. İkincisi, bəlkə bu dəqiqə bu balaca ərazi Azərbaycanın ən şərəfli bir nöqtəsidir. Çünki vətənin dar günündə millətinin və torpağının ön sıralarında olan, millətinin namusunu qoruyan oğlanlara biz bir yerdəyik. Bugün Azərbaycanın yeni tarixinə öz adını, öz qanı ilə yazan millətin şərəfli bir övladı İbad Hüseynovun görüşünə toplanmışıq. Bəli, vətənin dar günündə hörmətli Aqil Abbasın dediyi kimi erməni vandallarının bizim üzərimizə marğa yatdığı bir vaxtda millətin qeyrətli övladları hamı ön sıraya gəldi. Və bir fakt demək istəyirəm. Ümumiyyətlə, dünyada ermənilərin varlığı millət üçün, bəşər üçün bir təhlükədir. İnsan elinə olan cinayətlərdə həm söz çirkin adları ilə xüsusi yer tutan bu millətin bir nümayəndəsi də vaxtı ilə 1957-ci ildə Kaliforniyada doğulmuş, sonralar Berkeley Universitetinin arxeologiya şöbəsini bitirmiş. Lakin çox təəssüflər olsun ki, içərisindəki alçaq mənhus niyyətləri gizlədə bilməmiş və 1991-ci ildə öz həyat yoldaşı Seta Melkonyanla birlikdə dünya terrorunun qara ləkələrindən biri olan Monte Melkonyan Qarabağa gəlmiş və Xocalı faciəsinin, Qaradağlı faciəsinin törədilməsində bilavasitə iştirak etmişdi. Talih elə gətirmişdi ki, bu alçaq və mənəviyyətsiz qulduru 20-ci əsrin ən alçaq, ağ dərli qullarının nümayəndələri olan həmin bu alçaq terroristi o biri dünyaya göndərən məhz bizim aramızdadır. Bu bizim üçün ən böyük fəxirdir. Və ikinci bir mühüm məqam var, hörmətli Aqil müəllim. İbad Hüseynov həmin xoşbəxtlərdən ki, dünyanın siyasət burğanında öz qeyri-adi bir qabiliyyəti ilə, öz qeyri-adi Grossmeisteri ilə həmişə fərqlənən dünyanın ən böyük əzəmətli kişilərindən biri olan Ulu Öndər Heydər Əliyevin adından Azərbaycan bayraq orderini almışdı. Bu, hər kişiyə deməli qismət olan şərəf deyil. Hörmətli Qarabağ cəmaatı, bugünün erməni vandalizmi bütün varlığı ilə üzdədir. Onlar təkcə bizim ərazimizi işğal etməyiblər. Onlar bizim maddi mədəniyyət abidələrimizi, hətta güllələnmiş heykəllər haqqında sizin məlumatınız var. Üzeyir bəy, Natəvanın güllələnmiş heykəlləri bunu göstərir. Və biz bugünkü görüşdə bir daha əmin olduq ki, bugün Azərbaycanın müxtəlif nöqtələrindən ən qısa bir müddətdə öz döyüşçü qardaşının görüşünə gəlmiş, bu müqəddəs torpağa yığılmış belə bir insanlar var, deməli, vətən heç vaxt darda qala bilməz. Bu ki, vətən yürüşüdür. Bu ki, namus döyüşüdür. Bu ki, millət vuruşudur. Ulu Tanrım, sən şərəfli ölümlərə öyrət məni. Sonra öz qanımda, torpağımda göyərt məni. Sağ olun, bir daha İbada və Hücmoğlu'na eşq olsun. Sağ ol. Qardaş, sən şairmişsən. Nə gözəl çıxış elədin. Çox gözəl çıxış elədin. Bizdə adətən çıxış eləmək biraz çətin olur, görürsünüz belə. Mən həmişə dediyimiz bir